Allah Azza və Cəllənin 5-ci vədi qorxu və kədərdən uzaq etməkdir. Yəni, möminləri qorxu və kədərdən uzaq edən odur. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə Əhqaf surəsində buyurur ki, həqiqətən Rəbbimiz Allahdır deyib, sonra düz yolda sabit qalanlara heç bir qorxu yoxdur. Onlar qəm-qüssə görməyəcəklər. Həqiqətən sən desən ki, mənim Rəbbim Allahdır, sonra istiqamədə olsan, doğru yolda olsan, sırat-ı müstaqimdə olsan, Allah buyurur ki, onlara nə qorxu vardır, nə də qəm-qüssə vardır. Onlar heç bir zaman kədərlənməyəcəklər. Bu Allahın bizə vədidir. Əgər bizlər Allaha həqiqi iman etsək, ona həqiqi güvənsək, ona həqiqi etibar edib arxayın olsaq, Rəbbimizi uca tutsaq, vallahi billahi Allah bizi qorxudan əmin edəcəkdir və qəm-qüssəmizi aparacaqdır. Dünyanın az sıxıntıları bizə heç nə təsir etməyəcəkdir, heç bir təsir etməyəcəkdir. Həmçinin Allahın qullarına əbədi cənnət vəd etməsi. Aləmlərin Rəbbi olan Allah Azza və Cəllə mömin qullarına əbədi cənnət vəd edir, əbədi xoşbəxtçilik, əbədi saadət vəd edir.